Özünə inam. Özünə inam nə deməkdir? Necə əmələ gəlir və ümumiyyətlə özümüzə inamı necə yarada bilərik? Mən bayaq oturanda prosta istəyirdim bir dənə video sizin üçün çəkmək. Ki mən də 8 ildir də mən bu işlə məşğulam. Və 8 il ərzində bir video prosta partlattı. Bilirsiniz hansı? Hindistan'da gedib təmiz hava almağım videosu. Prosta. Orada 1000'e yaxın rəy var. Ya aydındır ki, nə tip rəylər. Və sizə yazacaqdım ki, qızlar, siz əgər istəyirsiniz tam dünyaya çıxmaq, əgər istəyirsiniz tam blog açmaq və s. hazır olmalısınız bu vəziyyətə. Hazır olmaq lazımdır. Və bunun üçün özünə inam olmalıdır. Çünki əks halda sən ona dayana bilməyəcəksən. Birdən prosta məndə işıq yandı özünə inamla bağlı ki, özümə inam nə deməkdir? Özünə inam bu özünə inanmaqdır. Və siz deyəcəksiniz, o Amerika açmısan, özünə inanmaqdır. Biz onu sənsiz də bilirik. Niyə? Bilmirsiniz. Çünki mən də bilmirdim. Özünə inam bu o deməkdir ki, əgər mən özümə deyirəmsə ki, допустим, mən bunu edirəm və mən bilirəm ki, mən bunu edirəm düz. Mən etdiyim şey düzdür. Mən bunu edirəm. Ya da ki, mən güzgüyə baxıram və görürəm, adekvat, obyektiv görə bilirəm ki, tam gözələm ya da ki, gözəl deməyin ki, özümü aldatmıram. Niyə görə biz özümüzə inanmırıq? Çünki özümüzü aldadırıq. Tam belə görsənirəm, yox, mən gözələm də. Get biraz nəsə özünə əl qat, doğrudan da gözəl olasın. Niyə görə sonra biz kimdəsə nəyisə qəbul etmirik? Çünki özümüzdə onu qəbul etmirik, özümüzü aldadırıq və sonra hər kəsin qüsuru prosta gözümüzə girir armatur kimi. Və əgər mən özümü adekvat dəyərləndirə bilirəmsə və özümə inanıram ki, mən etdiyim düzdür. Orada mənə milyon insan belə yazsa ki, sən düz deyilsən, ay sən beləsən, ay sən eləsən, mən o insana yox, özümə inanacağım. Yəni ki, mən həqiqətən də özümə inanacağım ki, yox, mən bunu şuurla, ağılla əgər belə dəyərləndirmişəmsə, deməli bu budur. Və kimsə mənə bunu deyirsə, bu o demək deyil ki, o insan düzdür. Bu o demək deyil. В общем, mən ümidvaram, söhbəti tuta bilirsiniz, mən nə demək istəyirəm. Yəni ki, özünə inam, bu özünə inanmaqdır. Siz məni indi dinləyirsiniz, siz mənə inanırsınız, mən sizə nə deyirəm. Ona inanırsınızmı? Məncə inanırsınız, çünki inanmayan özünə boş vaxt sərf etməz. Ya da ki, kimsə sərf edir və təbii ki, burada boş vaxt sərf etdim, orada özümü aldatdım, burada özümü aldatdım. Конечно, özünə inam yoxdur. Özünə inam bu özünə inanmaqdır. İnanmaqdır ki, mən düzəm. Ya da ki, inanmaqdır ki, mən düz deyiləm. Bəli, mən düz deyiləm, mən səhv elədim və bu da normaldır. Çünki mən Allah deyiləm ki, səhvsiz olum, bilmirəm tam, mələk deyiləm, peyğəmbər deyiləm, mən sadəcə mənəm, mən sadəcə insanam və mən bu dünyaya qüsurlu gəlmişəm ki, təcrübələri yaşayım və artıq bilim, yaxşısını pisindən, düzünü səhvdən ayıra bilim. Поэтому özünə inanmaq bu o deməkdir ki, bir fikir haqqında, əgər mən özümə inanıramsa, deməli başqalarına mən inanmıram. Başqa insanlara mən inanmıram. Onlar mənə deyirlər ki, ay sən belə görsənirsən, ay sən transa oxşuyursan, ay sən nə bilim belə eləyirsən. Bunların mən bəzən prosta boş vaxtım olanda mən prosta onu açıram. 4-5 dəqiqə mesajları oxuyuram.
Просто mən özümü də yoxlamaq çox sevirəm. Çünki bilirsiniz, ağıllı kitablardan, nəsə orada təlimlərdən danışmaq çox rahatdır. Ağıllı danışmaq просто heç bir şeydir. Amma onu tətbiq edirəmmi ya yox, mənim özümə hər zaman yoxlamaq çox önəmlidir və mən hər zaman özümü yoxlayıram. Və bu mesajları açıram və просто düşünürəm ki, indi baxacağam. Mənə dəyirmi? Mən narahat oluramı? Uyda 900 nəfər, 900 nəfərdən 100 nəfər yaxşı şeylər yazıb. 800 nəfər yazıblar просто. Elə bir kanalizasiya ora töküblər. Bu nə deməkdir? O deməkdir ki, bu insanın içində kanalizasiya. Все. Niyə görə? Çünki mən özümə inanıram. Mən bilirəm nə üçün mən o Indiyaya getmişəm. Mən bilirəm nə üçün mən o videonu paylaşmışam. Mən bilirəm mən nə üçün indi bu videonu yazıram. Mən bunların hamısını bilirəm. Və məni heç kəs aldada bilməz öz hansısa şəxsi fikirləri bildirməklə. Onlar məni aldada bilməzlər. Onlar məni inandıra bilməzlər ki, mən bildiyim marjina deyil. Mən tam hansısa непонятный nəsə kimsə. Və əgər kiminsə fikirləri hələ də dəyirsə, bu nə deməkdir? Bu deməkdir ki, mən özümə inanmıram, başqalarına inanıram. Mən salondan çıxanda öz gözlərimə inanmıram, obyektiv inanmıram gözlərimə. Və kimsə mənə deyəndə ki, sən it günündəsən, mən o insana inanıram. Deməli, var burada özünə inam. Biz bilirsiniz, sözlərdə hansısa məcarı məna axtarırıq ya da ki, yox, bu belə asan, sadə bir anlayış deyil, bu hansısa super dərin bir anlayışdır. Biz bunu necəsə yaratmalıyıq, hansısa belə güclü bir təlimə yazılmaqla, hansısa belə super bir bilmirəm, proqramdan keçməklə, coachlara 15.000 manat pul ödəməklə, psixologlara bilmirəm, illərlə getməklə ki, özünə inamı qazana bilim, yarada bilim. Niyə? Yox, bunlar belə yaranır. Belə yaranır. Niyə görə? Çünki nə vaxt, nə qədər biz çox oxuyuruq, nə qədər biz çox hansısa bir bilmirəm, dinləyirik, siz YouTube kanalımı dinləyirsiniz, sonra dinləyirsiniz hansısa başqa coachları və s. Biz onları dinlədikcə əslində çalışmalıyıq özümüzü daha yaxşı tanımaq. Ne to, что oy, Marjina belə dedi, deməli budur, filan kəs belə dedi, deməli budur. Burada özünə inamdan söhbət gedə bilməz. Çünki sən özünü tanımırsan və bilmirsən sənə önəmli nədir və sənin fikrin hansıdır. Amma dinlədikcə və qəbul etdikcə ki, bu mənə uyğundur, deməli bu düzdür. Bu mənə uyğun deyil, deməli bu düzdür. Mənim üçün bu düz deyil, bəlkə kiminsə üçün bu düzdür, amma mənim üçün bu düz deyil. Və belə formalaşır öz şəxsi fikir. Və şəxsi fikir formalaşandan sonra yaranır həmin o özünə inam. Harda mən belə düşünürəm, bu fikir əsaslıdır və mən bu fikrə inanıram və kiminsə fikrinə inanmıram. Все. В общем, ümidvaram bu belə mini video oldu, faydalı və bir şey eşidildi. Çünki indi mən küçədəyəm. Так что в общем, fikrim dağıldı. Əgər sualınız olarsa burada yazarsınız və mən sonra bir dənə də video çəkərəm.